4 sot yarımın içində magistral yolla arası 50 metrdir. Mərkəzi kanalizasiya. Sənədi həm evin, həm torpağın kupçası var. Yerdən kürsülü qoşadaşla tikilib. 4 otaqlı evdir. Otaqlarda hamısı geniş. Video sona qədər baxın, bütün məlumatları verəcəm. Əziz dostlar, bir daha qeyd edirəm. 4 sot yarımın içində 4 otaq paket kupçalı həyət evidir. Evi də kurqovoy hər iki tərəfdən fırlanma olur. Deməli, nədir məsələ? Baxın, bu tumbanı görürsünüz. Bax, buradan. Bax, bu tumbaya kimi. Buranı açın. Nə bilim, həyətinizdə əgər obyekt istəyirsə, obyekt düzəldin burada. Burada məhəllədə, yenə deyirəm, magistral yolla arası 50 metrdir. Yəni, bu evin perspektivləri çoxdur. Həyətinə gördüyünüz kimi bisetkada var. Su bulaq yeri var. Pəncərlər şəbəkədir. Yerdən kürsülü qoşa daşla tikilib. Əziz dostlar, magistral yolu elə belə gözünüzü göstərim sizə. Baxın. Və maşınların yəqin ki damını görürsünüz. Yoldan keçən maşınların. Buyurun əziz dostlar, bura geniş koridordur. İstəyirəm elə birbaşa sizə zal göstərim ki, baxasınız, görəsiniz hansısa evdə, yəni bu qiyməti olan evlərdə belə bir zal var, yoxsa yox. Bax, bura zalı idi, böyük bir zalı. Bəs yaxşı, yataq otağı necə? Bax, belə yataq otağı görmüsünüzmü? Baxın. Yol üstü bir dənə hamam tualeti də göstərim sizə. Baxın. Aksesuarlar yerində. Burada da bir dənə yataq otağıdır. Gördüğünüz kimi koridorda şkaf yığmağı da burada da yığa bilərsiniz. Bu tərəfdə də yığa bilərsiniz. Burada da 3-cü yataq otağıdır. Evdə 3 yataq otağı, 1 zal. Ümumilikdə 4 otaqlı həyət evidir. Və burada dostlar evimizin mətbəxidir. Bax, belə bir evdir. 4 sot yarımın içində 4 otaq paket kupçalı həyət evi. Qiyməti 160.000 manatdır. Nağdalıcıya qiymətdə endirim olunacaq. Ünvan Zabrat Kürdaxanı yolu. Əziz dostlar, Zabrat Kürdaxanı yolunda çox gözəl yerdə. Bax, belə bir evdir. İnşallah ki, alan adam peşman olmaz. Gözəl evdir. Sağ olun dostlar, salamat qalın. Özünüzdən müğayət olun. İstəsəz kanalıma abunə olun. İstəyirsiniz videonu bəyənin və belə. Qəşəng evdir, gözəl evdir. Mənim şəxsən xoşuma gəldi. Sevdim bu evi. Həqiqətən də əla evdir əziz dostlar. Bir daha göstərim.